Axşamız efirdə günün nəbzi proqramıdır. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Azərbaycanda televiziyaların vəziyyətindən bəhs edən məqaləsi demək olar ki, bütün kütləvi informasiya vasitələrində fəal şəkildə mübarizə olunur. Demək olar ki, bütün kütləvi informasiya vasitələrində fəal şəkildə mübarizə olunur. Biz də bugünkü proqramımızı bilavasitə bizə də, bütün cəmiyyətə və eyni zamanda bizə də aid olan bu mövzuya həsr etmiş. Bu qədər sizi fevral ayının 16-sına olan hava haqqında məlumatla mən Səbinə Akif qızı tanış etdim. Gününüz xoş getsin, salamat qalın. Gününüz xoş getsin, neydi ayaqlı? Ayda. Gününüz xoş getsin, neydi ayaqlı? Ayda. Hə, yoxsa yox? Mikrofon tutmağı hə, obraz yox. Mikrofon içkilidir, bax o. Get qızım, gələn il gələrsən. Get gələn il gələrsən. Bu da Mikrofon içkilidir, qızım əlvirmə, gəldə. Bax. Hə, ikinci namizədimiz kim var orada gələ bilər? Öz-özünə düşürür mikrofon. Xaçmazın Nərəcan kəndində sözün əsl mənasında bayram bayrama qarışıb. Uzun illərdir pislər. Bu da bir hülk oldu. Aktarım, mədələnməyin. Aktarım, mədələnməyin. Aktarım, mədələnməyin. Sabah üçün mülayimləşəcək. Gecə 13, gündüz 14 dərəcə isti olacaq. Yəqin bir çoxlarınız bölgələrimizin havası ilə də maraqlanırsınız. Həmişəki kimi öz kontinental iqlimi ilə fərqlənən Naxçıvan Muxtar Respublikasından başlayaq. Günorta 2-dən sonra az yağış yağmağa başlayacaq. Gecə 6, gündüz 11 dərəcə isti olacaq. Respublikamızın qərb hissəsində daha dəqiq Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl zonasında hava dəyişkən buludlu keçəcək, az yağış yağacaq. Temperatur gecə 9, gündüz 11 dərəcə isti olacaq. Şimal bölgələrində birinci xanımı Heydər Əliyev prezidentinin Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı xanımı Mehriban xanım. Şərəf binamız Əli Kərimdir. Əli Şərəf. Fuat Qəhrəmanlı. Fuat Qəhrəmanlı. Sizin üçün ayrım şəfir vaxtı bitir. Fuat Qəhrəmanlı. Və Fuat Qəhrəmanlı. Verən özün bir şərəf. Sən kimsən Qəhrəmanlı? Sizin üçün ayrım şəfir vaxtı. İnsanların adına bir şərəf girsən. Fuat Qəhrəmanlı. Şərəfsiz sənsən Əli Kərimdir. Ancaq sənin mənəvi addan Əli Kərimdir. Vicdansız. Əclaf. Fuat Qəhrəmanlı siz ödən işləyətən vaxtından istifadə ediniz. Mən tələb edəcəm sizi studiyadan çıxarsınız. Sənin atandır. Oğlu sənin atandır. Şərəfsiz sənsən. Səni yaradandır. Fuat Qəhrəmanlı. Sən kimsən başqalarının adına şərəfsiz? Fuat Qəhrəmanlı. Əli Kərimsən, bir də sən şərəfsiz. Mən tələb edəcəm sizi studiyadan çıxarsınız. Siz ödən işləyətən vaxtınızdan istifadə etmişsiniz. Sən kimsən şərəfsiz deyirsən? Sizin studiyadan çıxarılmanızı tələb edəcəm. Sənin dədəndir. Alçaq. Studiyadan çıxarılmanız. Sizin studiyadan çıxarılmanızı xahiş edir, buyurun. Siz artıq ödən işləyətən vaxtından istifadə etmişsiniz, xahiş edir, buyurun. Padlet. Şərəfçi sənsən, sənin dədəndir, sənin Əli Kərimdir şərəfçi. Hüseyin Bala müəllim. İsa Qəmmərdir Əclaf. Hüseyin Bala Mirələmov. Əclaf. Ayıbdır. Hüseyin Bala Mirələmov, 10 saniyəniz var. Mən bütün seçkilərimi... Qarabağ münaqişəsinin həllinin ləngiməsi Azərbaycanı torpaqlarını işğaldan azad etmək üçün başqa vasitələrə əl atmağa vadar edir. Müdafiə naziri Səfər Əbiyev belə deyib. 15 ildən artıq aparılan danışıqların heç bir səmərə vermədiyini qonağın diqqətinə çatdıraraq qeyd edib ki, vəziyyətin bu cür davam etməsi Azərbaycanı torpaqlarını işğaldan azad etmək üçün başqa vasitələrə əl atmağa vadar edir.
mən hələ gəncəm, hələ qarşıda mənim böyük proyektlərim var. Onları həyata keçirmək üçün mənə sağlam orqanizm lazımdır. Ona görə də mənim gözəl balam, çıqqılı qızım, qırmızı baş, bir ayaqlı aybaşım. Ay tacıma. Qırmızı baş, ay tacıma. Sunda kur onaram, görüm sen kimi yarıcan hava. Well, since my baby left me, well, I found a new place to dwell. Well, it's down at the end of Lonely Street that... Havaların soyuduğunu görən Azərqaz kəndlərin qazlaşdırılmasını işini də davam etdirir. Bu çərçivədə Astarada daha bir kəndə mavi yanacağın verilişi bərpa edilib. Uzaq Şərq səfərinin ilk dayanacağı Yaponiyada ABŞ prezidenti Barack Obama'nı 16 minnət... Texnik qüsura görə üzr istəyir tamaşaçılar. Belə ilə keçil alaq günün əsas xəbərlərinə. Bugün Bakı, Gəncə və Sumqayıtın orta ümumi təhsil məktəblərində donuz qripi əleyhinə dezinfeksiya işləri başlayıb. Dezinfeksiya işləri tədrisi 5 günlük olan məktəblərdən başlayıb. Ötən gün Salyan rayonunda güclü yağış yağıb. 3 saat davam edən leysan yağışların nəticəsində 30 ev sel suları altında qalıb. Yuxarıdan yağış yağdı. Bu vəziyyət yarandı bizdə də. Ev, eşik, hər yer batıb gözündən. Vallahi çox pis vəziyyətdəyik. Ötən gün yağan leysan yağışları sel olub küçə və evləri qəbirstanlığı basıb. Qubada evlərini təmir etmə və ya tikmək üçün sakinlərə tikinti materialları paylanılıb. Bu köməkdən razı qalanlarla yanaşı verilmiş materialın evinin yalnız az bir hissəsini bərpa etmək kömək etdiyini deyib şikayətlənənlər də var. Ada palçıqdı dana, yağış da vurdu, köktü üstümüzə. Su bizi aparır. Leysan yağışlarından sonra evlər su altında qaldı. Bəziləri uçub töküldü, bəziləri isə qəzalı vəziyyətə düşərək yaşamaq üçün təhlükəli oldu.